Uşaqda autizm varsa ilk addım düzgün qidalanma olmalıdırmı soruşursunuz bizdən. Autizm diaqnozunu artıq həkim təyin edibsə, həkim psixiatr və ya nevroloq, bəzi ölkələrdə bu fərqli ola bilir. Qidalanma bəlkə də ilk addım deyil, qidalanma amma ən vacib addımdır. Bax, burada çox önəmli məsələ nəinki autizm, nəinki uşaq və ya böyük, istənilən insanda yaşından asılı olmayaraq, istənilən xəstəliklərdə, xroniki iltihabi proseslərdə və ya hallarda qidalanma həmişə vacibdir. Qidalanma müalicəni birbaşa edəcəkmi bilmirik, amma müalicənin effektivliyini artırırmı sözsüz və autizmli uşaqlarda da qidalanma vacibdir deyərkən qətiyyən nəzərdə tutulmur ki, autizmin xüsusi bir diyeti var, hərçənd autizmə uyğunlaşdırılmış diyet növləri də var. Burada önəmli məqam autizmli uşaqların valideynləri bunu təsdiq edəcək. Həkimlər də çox yaxşı bilir, o uşaqlarda seçicilik olur qidalanmada. Onlar monostruktur, yalnız bir qida yeyə bilər gün ərzində. Ancaq gedib gəlib alma yeyə bilər, yoğurt yeyə bilər və s. Bax, burada balans pozulur, makro-mikronutriyentlərin orqanizmə daxili pozulur. Məhz bu baxımdan qidalanma autizmdə o cümlədən vacibdir, mütləq olmalıdır və kontrolə alınmalıdır. Bunu ya psixiatr həkim, ya nevroloq, ya dietoloq komandanın bir üzvü mütləq etməlidir. Yəni müalicəni qidalanmanı nəzərə almadan etmək, orqanizmin öz rezervlərini bərpa etmədən ona dəstək olmaq kimi bir prinsipdir və bu da effektiv olmayacaq. Ona görə bəli, qidalanma vacibdir.